Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadə. Birinci videoda məlumat verəcəm ki, valideynlərin iş yerlərində və başqa yerlərdə hansı hüquqları var valideyn kimi qoy bilsinlər. Eyni zamanda əlilliyi olan şəxslərin hansı hüquqları var o barədə də məlumat verəcəm. İstər iş yerlərində, istər başqa yerlərdə. Bunu mən həmin hüquqşünas kimi məlumat verirəm, həm də əlilliyi olan şəxs kimi. Mən də izləyənlər bilir ki, əlillik arabasındayam. Hörmətli izləyicilər. Amma əvvəlcə bir neçə məlumatı nəzərdə çatdırım. Deməli, siz istədiniz hüquqi məsləhəti telefonla ara bilərsiniz. Qeyd olunan WhatsApp nömrəsinə əlaqə saxlayaraq telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır, qeyd edim. Bundan əlavə, yaxın günlərdə yerarası əsas ailə hüquqi yardım göstərməsi üçün, eyni zamanda əsas ailənin hər işlərinin satılması üçün hörmətli izləyicilər. Nəzərə al, mütləq qaydadır. Həmin yerdə az təminatlı ailə hüquqi məsləhəti ala bilər, eyni zamanda hazırladığı məhsulları sata bilər. Balaca bir yerdə, amma açıq, hörmətli izləyicilər. Bundan əlavə qeyd edin ki, işçiyə də ehtiyacı olacaq. İş axtarana mütləq qaydada kanala abunə olsunlar ki, növbəti videoda mən bu barədə məlumat verəcəm. İş yeri hardadır, əmək haqqı nə qədərdir və iş saatı nə qədərdir. Arzu edən şəxslər müraciət edə bilər. Bundan əlavə qeyd edin ki, hörmətli izləyicilər, ona görə bəyənin ki, qoy insanlar hüquqlarını bilsinlər. İndi mən məlumat verəcəm iş yerləri barədə. Deməli, qeyd edin ki, birinci növbədə həmilə qadın işləyirsə, iş yerindən çıxardıra bilməz. Analıq məzuniyyəti götürə bilər istədiyi zaman. Yəni, analıq məzuniyyəti müddəti də işdən çıxardıra bilməz. Bundan əlavə, analıq məzuniyyəti bitdiyi halda, işdən sonra 3 ay ərzində attestasiya imtahanından azad olunur. Nəzərə alın, hörmətli izləyicilər. Və uşağın 3 yaşına qədər ana işləyirsə, o halda da işdən çıxardıra bilməz. Nəzərə alın, mütləq qaydada. Bundan əlavə onu qeyd edin ki, əgər uşağın anası yoxdursa, ata özü baxırsa, ata da həmin hüquqlara malikdir. Əlilliyi olan şəxslər 1-ci qrup, 2-ci qrup, 3-cü qrup əlilliyi, yəni ki 31%, 61%, 81%, 100% əmək qabiliyyəti itirmiş şəxslər iş yerindən işdən azad oluna bilməz. Bundan əlavə, əgər insan xəstədirsə, 6 ay ərzində bilten götürübsə və yaxud xəstəxanada müalicə alırsa, iş yerindən çıxarda bilməz, qanunsuzdur. Eyni zamanda məzuniyyət və əzəmiyyətdədirsə, o halda da işdən çıxardıra bilməz. Nəzərə alın, hörmətli